Dediğimiz gibi oyun neçə dəqiqə davam edir? 10 dəqiqə. Neçə xala kim deyər? Dedik. 21 xala kimi oynanılır da bir dövr. Bəli, 21 xala kimi. Düzdür. Deyək, bu 21 xala kimi oynanılır. Vaxt 8-ci dəqiqədə hesab 21 18-dir. Onda nə olur? Oyun dayanır. Dayanır. Bəli, Dayanır da oyun bəli, bir xal fərqi ilə. Bəli. Yox, 2 xala vaxt hesab. Tutalım ki, 8-ci dəqiqədə 21 xala kimi toplandısa, 2 xal, 3 xal, 4 xal fərqi orada yoxdur. Fərqi yoxdur. 8-ci dəqiqədən əvvəl xal toplanıbsa, onda oyun dayanır. Həmin komanda sayılır qalib. Qalib. Amma 10 dəqiqə deyək, bitir, hesab 17 14'tür. Onda yine oyun devam edir yoksa bitir oyun. Bitir. Bitir. Çünkü 10 dakikada oldu. Yine bu komanda galip gelir. Hansı komanda qabaqdasa o komanda galip gelir. Eğer hesab beraberdirsə, deyək 10 dəqiqə müddətində hesab beraberdirsə, onda overtime təyin edilir. Overtime'da 1 dəqiqə fasilə verilir. 1 dəqiqə fasilə verilir. Və 1 dəqiqədən sonra ilk 2 xalı qazanan komanda qalib elan olunur. İlk 2 xalı qazanan komanda qalib olur. İlk 2 xalı. Overtime'da deməli ilk 2 xalı qazanan komanda nə olur? Qalib.